Salam əziz dostlar, növbəti videoda xoş gördünüz. Bu yaxınlarda qarşıma bir video çıxdı, küçə reportajı idi və küçə reportajında xanımlardan belə bir sual müraciət olunmuşdu ki, kasıb bir oğlanla evlənərsinizmi? Xanımların əksəriyyəti yox, evlənmərəm deyə reaksiya verdilər. Bu anlayıram, bugünkü gəncliyin bir yanaşmasıdır. Amma gəlin bunu bir psixoloji analizinə aparaq. İki tərəfdən baxacağıq. Bir sosioloji, bir də psixoloji tərəfdən baxacağıq. Sosioloji tərəfdən baxdığımızda bir kasıb oğlanın ömür boyu kasıb qalma ehtimalı 50-nin 50-yədir. Eyni zamanda da zəngin bir oğlanın daim zəngin qalma ehtimalı da 50-nin 50-yədir. Hər kəs yaşadığı dövrdə zəngin də kasıb bir oğlan, işləyib zəngin ola bilər, zəngin bir adam yanlışı ucbatından, hər hansı bir zərəri vərdiş ucbatından tamamilə kasıblaya bilər, borc batağına bata bilər. Ona görə də sosial baxımdan bu məsələdə tamamilə yanlış düşünürlər xanımlar, gənc xanımlarımız. Çünki onların maddi məsələ ilə bağlı verdiyi reaksiyalar bu məsələnin tamamilə görsəl yanaşdıqlarına görə, görüntü tərəfini gördüklərinə görə sonra da uzun müddətdə düşünmədiklərini göstərir. Bu bir. İkincisi, sosial məsələdə tamam, siz oğlanın zəngin olmasını istəyirsiniz. Yaxşı. Sizin o oğlandan tələb edəcəyiniz zənginliyin qarşısında, sizə maddi olaraq bütün hər şeyi verməsi gərəkdiyi qarşısında siz ona nə verəcəksiniz? Deyə bilərsiniz ki, mən ona qulluq eləyəcəm. Zəngin bir adamın yemək pişirməyə ehtiyacı yoxdur. Gedib restoranda yeməyini yeyə bilər. Zəngin bir adamın sizin onun evini təmizləməsinə ehtiyacı yoxdur. Zəngindirsə zaten xidmətçi tuta bilər. Zəngin bir adamın hansısa bir xüsusi qadının hər hansı bir xidmətdə ehtiyacı yoxdur. Ona görə də gedib onu hər yerdən o ödənişli olaraq ala bilər. Yaxşı, siz ona nə verəcəksiniz? Siz bir kişiyə iki şey verə bilərsiniz. Sevgi və huzur, sahiblik duyğusu, rahatlıq duyğusu. Maddi olaraq bunun qarşılığı yoxdur. Amma sizsə onun maddi olaraq onun gücünü istəyirsiniz. Nətər olacaq? Bu balans axı düz gəlmir. Düz gəlmirsə bu balans artıq burada məsələ biraz fərqli bir rakursa gedir. Siz maddi təminat istəyirsiniz, kişi isə maddi təminat istəmir. Kişi isə mənəvi təminat istəyir. Kasıb nə gərək? Kasıb bir kişiyə siz nə verəcəksiniz? Ondan deyirsiniz ki, kasıbdır, mənim maddi tələbatlarımı ödəməyəcək. Yaxşı, siz qarşılığında onun nə verirsiniz ki, onun qarşılığını o ödəyə bilmir? Bax, mövzu gəlir burada xalçalanır. Münasibətlər maddiyyət üzərində qurulmazdır. Münasibətlər sadəcə və sadəcə mənəvi və duyğusal bağlar üzərində. Maddi olan şey tələb-təklif üzərindədir, o da iqtisadiyyatdır. Yəni, sən özünə bir qiymət biçirsən, o qiymətin qarşılığında da biriləri o qiyməti ödəyir, o mala sahib olur. Evliliklərdə çox elə deyil, evliliklərdə o tələb-təklif başqadır. Evliliklərdə duyğusal bağ vardır. Qadın-kişi qarşılıqlı münasibətləri vardır, qarşılıqlı hörmət, sayğı, müəyyən mənada hər şeyi problemi, eyni zamanda da uğurlarını bölüşmələri vardır. Məsələ onun üçün də evliliyə bu tərəzdə baxılması doğru deyil gənclər. Evliliklərdə o adamın maddi tərəflərinə baxmayın, kasıb, varlı tərəfinə baxmayın. Evlənəndə bir cümlə qurun özünüzdən ki, bu adam zəhmətkeşdirmi, bu adam çalışqandırmı, bu adam həqiqətənmi, dəyərləri varmı, dürüstdür. Evlənəndə kişidə maddiyyət axtarmayın. Kişidən axtardığınız şey onun dəyərlər sistemi olmalıdır, xarakteri xüsusiyyətdir olmalıdır. Dürüstdürmü, zəhmətkeşdirmi, mədənidirmi, insan kimi davranmağı bacarırmı? Yəni, bu zaman siz xoşbəxt ailə qura bilərsiniz. Zənginliyi əsas meyar kimi qoyduğunuz anda isə siz özünüzü sadəcə və sadəcə bəlli bir qiymət qarşılığında satışa çıxarmış olursunuz. Bu isə doğru deyil. Buna görə də evliliklərin bugün boşanmaların sayının bu qədər sürətlə artmasının da altında yatan səbəblərdən əslində birinci və bəlkə də birincilərindən biri budur. Daha bir videonun sonuna gəldik dostlar. Videonu bəyənməyi və kanala abunə olmayı unutmayın. Sağ olun. Gəlin videoda görüşənə qədər.